Salam əziz tələbələr, hər vaxtınız xeyir olsun, xoş gördük hər birinizi. Növbəti dəqiqələrdə 15 dənə məntiq sual izahını eşitmiş olacaqsınız, diqqətlə izləyirsiniz və yadda saxlayırsınız. Birinci suala deyir ki, qanun uyğunluğu müəyyən edin və sual əvəzinə yazacaq cavabı tapın. Diqqətlə baxsaq görərdik ki, burada AB verilir, C verilir və DY deyə bir nəticə var. Yəni, toplama zamanı bu C bircə dəfə istifadə olduğuna görə, bir sətr olduğuna görə düşünməliydik ki, A sətrinlə C sətrini toplayıb D-ni alırıq. Eyni zamanda, bunlar qalsın yerində, eyni zamanda B sətrindən C sətrini toplayıb Y sətrini almış oluruq. Təbii ki, düşünmək o qədər də rahat deyildi, amma indi eşidəndən sonra bu tipi sual görəndə bu formada yanaşmanız olmuş olacaq. Deməli, dedik ki, birinci A sətrindən C sətrini toplayanda mən nə alırdım? D sətrini alırdım. Bu da rəng məsələsindən başqa bir şey deyil. Nə etmək lazımdır? Rəngləri üstə çəkib şərti olaraq kənarda bir düstur yazmaq lazımdır. Məsələn, burada qara ilə ağın cəmi xətti hissəni verir. Kənardan yazıram. Ağla qaranın cəmi bərabər nəyə? Xətti hissəyə. Baxıram, burada yenə ağla qara, yenə xətti verir. Qara ilə ağ da xətti verdi, ağla qara da. İkisi də eyni şey verdiyinə görə təkrar yazmağa ehtiyac yoxdur. Daha sonra ağla xətti hissəni toplayanda xət verdi. Ona görə yazsam, ağla xətti toplayanda xət verdi. Bunu da yazdıq. Daha sonra ağla ağ rəng üstə gələndə ağ rəng verir. Eyni mövqeyə baxırsınız, bərabər də ağ rəngə. Daha sonra qara rənglə ağ rəng toplananda xətti hissəni verir. Bunda yazıram, qara ilə ağ toplananda bərabərdir, xətti hissəni verir. Qara ilə xətti toplananda isə bunu yazmağa gərək yox imiş, birinci yazmışıq. Qara hissə ilə xətti hissə üstə toplananda isə qaranı verirdi. Qara ilə də xətti toplayanda bərabər nəyə? Qaraya. 4 dənəsini buradan çıxartdıq. Görək digərləri isə çıxırmı? Bundan işimiz bitdi. Yəni A sətrinə C sətrini toplayıb D sətrini almışdıq. İndi isə aynən işimiz bitdi. B sətrinə C sətrini toplayıb Y sətrini almış oluruq. Təbii ki, D ilə işimiz bitib. İndi buradan nəyi görürük? Ağla ağ, ağı verir. Tapmışam zaten. Qara ilə qara, qaranı verir. Tapmamışdım. Əlavə eləyək bunu. Qara ilə qaranın cəmi qaranı verir bizə. Daha sonra qara ilə xətti hissə var. Qara ilə xətti hissə bizə qaranı verir. Tapmışam. Xətlə ağ bizə verir xətti hissəni. Tapmışam. Ağla ağ, ağı verir. Tapmışam. Bir də son olaraq xətlə xət qaranı verir. Onu tapmamışdıq. Bu da olsun əlavə və sonuncu şərti dediyimiz düstur. Xətlə xət də qara hissəni verir. Bu 6 dənə rəng toplamalarının cəmini nəyə bərabər olduğunu tapandan sonra ki, bundan başqası yoxdur, gedib cavab variantımızı tapa bilərik. Birinci hissədə baxıram. A-la, daha doğrusu A ilə C-ni toplayıb birinci sətrə alırıq, düzdür? A ilə C-ni toplayanda birinci nələr toplanmış olur? Qara rənglə ağ rəng toplanır. Qara rənglə ağ rəngin cəmi bizə nəyi verirdi? Xətti hissəni verir. Deməli, bizim cavab variantımız xətti hissə ilə başlamalıdır. Bura xətlə başlamayıb deyə yanlışdır. B bəndi xətlə başlamayıb deyə yanlışdır. C, D və Y variantları xətlə başlayıb deyə doğrudur. Bundan sonra biraz vaxta qənaət edəmək üçün hər variantın davamlı olaraq hissələrinə baxırsan. Fərqli haradırsa oran yoxlayırsan. Məsələn, fikir verin ikincisiyə. Burada xətti hissədir, burada xətti hissədir, burada xətti hissədir. Mən bunu niyə yoxlayayım ki? Üçündə də xəttidirsə deməli xətti hissəni verəcək də. Yoxlamağa ehtiyac yoxdur. Amma növbəti hissəyə fikir verin. C bəndində xətti, D bəndində qaradır, Y bəndində qaradır. Deməli, bu variantlardan biri və yaxud ki, ikisi çıxa bilər. Neçənci? Üçüncü. Bax, birinci getmişdi, ikinci ilə də işin yoxdur. Üçüncü mövqeyə baxırsan ki, burada xətti hissə ilə xətti hissə var. Xətlə xəttin toplanması bizə nəyi verirdi? Aşağıda görürsən. Qara rəngi verirdi. Deməli, C variantında xət verməsi yanlışdır. Çünki üçüncü yerdə xətlə xət toplananda qara rəngli bir kvadrat alınmalı idi. Qara rəngli kvadrat alınan Y bəndində saxladım, D bəndində saxladım. C bəndini sildim, getdi. Sonra növbəti hissədə davamına baxsan, bu eynidir, eynidir, eynidir. Təkrar demək istəmirəm. Düz axıra qədər hamısı eyni gəlir. Diqqətlə baxsaz görərsiniz. Bircə dənə fərqli məqamı var ki, D bəndinin bu hissəsi xəttidir, Y bəndinin bu hissəsi ağdır. Deməli, mən birdən diqqətli olun. Burada birdən çaşıb bu hissə ilə xətti baxarsınız. Zaten xətlə xəttə baxsaydınız, qara cəmini görürdünüz burada. Xoşbəxtlikdən burada qara yoxdur. Amma işdir, birdən olardı. Diqqəti əldən verməyin. Axı biz birinci sətrin axırıncısına baxmırıq, ikinci sətrin axırıncısına baxırıq. İkinci sətrin axırıncısını mən A ilə C-nin toplamasından almıram axı. Nədən alıram? B ilə C-nin toplamasından alıram.
B ilə C-nin axırıncı xanalarına baxıram. B-nin axırıncı xanası ağdır, C-nin axırıncı xanası xəttidir. Ağla xətti toplayanda bizə nə verirdi? Xətti hissəni verirdi. Onda Y bəndinə əlvida deyək. Doğru cavab götürək. Hansı variantı? D variantı. Yəni oxşar olan hissələri yoxlamağa ehtiyac yoxdur. Bir gözündə variantda olmalıdır ki, biraz sürətli işləmiş olasın. Gəldik ikinci suala. Verilmiş kendokunun xanalarına 1, 2, 4, 5, 6 rəqəmləri ilə yazılmalıdır ki, sudoku eşitmişdiniz. Yəqin ki, kendoku da sudokunun biraz hesab əməlləri artırılmış versiyasıdır. Sudokuya ən yaxın olan cədvəl oyunlarından biri də bu kendokudur. Yenə də qayda dəyişmir. Sətir və sütun üzrə 1-dən 6-ya qədər, indi 6 xanadır deyə 6-ya qədər deyirik. Rəqəmlərdən istifadə eləməliyik. Təkrarlanma olmamalıdır. Və xanaların içərisində müəyyən hesablamalar var. O hesablamaları da yerinə yetirməliyik. Məsələn, burada 12 vurma yazıb. Bu nə deməkdir? Yəni, bu iki xanada yazılacaq qiymətlərin hasili 12-dir. Bura 18 yazıb. Nə deməkdir? Yəni, bu iki xanada yazılacaq qiymətlərin, ədədlərin hasili 18-dir. Bura 24 yazıbsa 24-dür. Bura 10 yazıbsa, deməli, bu iki xanaya yazılacaq ədədlərin hasili 10 olmalıdır. Təkcə hasildən söhbət getmir. Burada plus var. Yəni, bu ikisinin cəmi 7-ni verməlidir. Bölmə də var. Bu ikisinin bölünməsi 3-ü verməlidir. Çıxma da var. Bu iki xanada yazılacaq qiymətlərin çıxılması 3-ü verməlidir. Bu formada bir məntiqi var kendokunun. Çox qəşəng suallardan, mövzulardan biridir. Yuxarı hissədə heç bir hesab əməli vermirsə, özünü yazmaq lazım ki, zaten bir neçə xanada özünü görürsünüz. Baxın, yuxarıda 1 yazıb, hər hansısa bir hesab əməli yoxdur. Ona görə aşağıdan birini özünü yazıb. Burada 1 yazıb, yenə 1 yazıb. Burada 3 yazıb, burada 3 yazıb. 3 yazmaq sizi çaşdırmasın. Yəni, yuxarıda hər hansısa bir hesab əməli yoxdur deyərlər. 3-ün özünü aşağıya yaz deyir sanki sənə. Onda 4 varsa, bura 4 yazıram. 6-dırsa, bura 6 yazıram. Bura 5 yazıram. Bura 2 yazıram. Bura 4 yazıram. Bura 4 yazıram. Bura 2 yazıram. Bura 6 yazıram. Niyə? Çünki onların yanında heç bir hesab əməli yoxdur. Yəni, o hissələrə və bu qiymətlərin birbaşa özü düşmüş olacaq. Bu, müəyyən verilən qiymətlər idi. Ondan sonra başlayırıq həll eləməyə. Məsələn, mən buradan başlayaram. Niyə? Çünki 18 hasilini 1-dən 6-ya qədər rəqəmlərdən sadəcə 3 və 6-dan ala bilərik. Başqa heç bir 2 qiymətin hasilindən 18-i almaq mümkün deyil. Ona görə 3 və 6 qiymətlər olur və 3 6-nı belə yaza bilmərəm. Niyə? Çünki artıq həmin sütunda 6-dan istifadə etmişəm. 6-dan istifadə etmişəmsə, onda gəlin 3-ü bura yazaq, 6-ını da bu hissəyə yazmış olaq. Elə çox da uzağa getmədən 2, 3, 4, 5, 6 var, həmin sətirdə 1 yoxdur. Tez gətirib burada neçəni yazırıq? 1-i yazırıq. Əgər burada bu ikisinin hasili 3-ü verəcəksə, sadəcə 1-lə 3 olardı ki, 3-ü də qəşəng-qəşəng bura yazırıq. Daha sonra 24 hasilinə baxa bilərəm. 24 hasilini alacağım 2 dənə qiymət var. O da 4 ilə 6-dır. 4 ilə 6 qiymətində isə heç düşünmədən də baxmaq lazımdır. Baxa bilərdik bura ki, 1, 3, 5, 2, 6 var. 4 yoxdur elə. 4'ü 100% bura yazmalıyam. 6-nı da bu hissəyə yazmalıyam. Daha sonra 2 hissədən harasısa baxa bilərik. Yəni, bura da baxa bilərik. Bu hissəyə də baxa bilərik. 7 cəmini. 7 cəmini mən nədən alaram? 1 ilə 6-dan. 1 ilə 6-nı heç hansını bura yazmaq olmaz. Niyə? Çünki həmin sütunda həm 1-dən, həm 6-dan artıq istifadə edilib. 1, 6 olmazsa, qoy onda 2, 5 olsun. Bunların da cəmi 7 edilib. Bu da olmaz. 2, 5 də yazsan səhvdir. 5, 2 də yazsan səhvdir. Niyə? Çünki artıq həmin sütunda 5-dən istifadə eləmişəm. Və nə qaldı? Bizə dənə 3-dən 4 qiyməti qaldı. 3-dən 4 isə 3-ü belə yaza bilmərəm. Çünki artıq sətirdə 3-dən istifadə olunubdur. Onda 3-ü bura yazıram. 4-ü də bu hissəyə yazmış oluram. Bunu qeyd edəndən sonra gələk bu hissəyə 12 hasilinə. 12 hasilini 2 formada ala bilərik. 1, 2 vurulsun 6 formasına, bir də 3 vurulsun 4 formasında ala bilərik. Amma 2 vur 6-nı və yaxud da 6 vur 2-ni belə yazmaq olmaz. Niyə? Çünki həmin üstündə artıq 6-dan istifadə etmişik. Onda qalır hansı qiymət? 3, 4 qiyməti. 3, 4 qiymətini 4-ü belə yaza bilərəm. Çünki artıq sətirdə 4-dən istifadə olunub. 4-ü bura yazıram. 3-ü də bu hissəyə yazmış oluram. Sonra baxsaq, hara baxaq. Burada 2-5 qiymətidir, amma hansını hara yazım elə bilmirəm, bu qalsın da. Sonra 6. Bu 6 bölünməsindən, yəni hansı 2 rəqəm bir-birinə bölsəm 6 alaram. Sadəcə 6 ilə 1-i bir-birinə bölsəm 6 alaram da, başqa elə böyük qiymətimiz yoxdur ki, nəyəsə 2-yə bölüm, və yaxud 3-ə bölüm 6-nı alım. Ona görə 1 və 6 qiymətləridir. 1 və 6 qiymətlərinin biri bura yaza bilmərəm, çünki artıq 1 istifadə olunub. Ona görə bura 1 yazıram. Bu hissəyə də 6-nı yazmış oluram. Bura 6-nı da yazandan sonra
3 bölünməsi var burada. 3-ə bölünmə hissəsində tapa bilərik. Necə? 3-ə bölünməni necə taparam? 3-1 formasında, düzdür? Amma artıq aşağıda 3-dən istifadə etmişəm deyə, deməli, böləndə 3 alınan tək 3 ilə 1 deyil ki, 6 ilə 2 də var. Başqası yoxdur amma. 6-ya qədər qiymətdədir, başqası yox təbii ki. 3-1 qiyməti olmazsa, üstündə artıq istifadə olunduğuna görə 6-2-ni yerləşdirməyə çalışacağım. Bəs 6-2-ni necə yerləşdirərik? 6-nı bura yaza bilmərəm, çünki artıq sətirdə istifadə olunub, gördüyünüz kimi. Onda 6-nı bura yazaram, 2-ni də bu yazıram ki, 6-nı 2-yə böləndə 3 edir. Fərqi yoxdur yazmaq, da ki, sətr üstündə təkrarlanma olmasın. 1, 2, 3, 4, 6 gedib 5 qalı deyə bura 5 yazıram. Daha sonra 5-dən neçə çıxsam 3 eləyər, 2 çıxsam deyə burada 2-ni yazmış oluram. İkinci üstünə baxsam 2, 1, 2, 3, 4, 6 var, 5 yoxdur deyə bura 5-i yazıram. 5 dəfə 2, 10 eləyir deyə burada 2-ni yazmış oluram. Sətr üzədə həqiqətən tamamlanmış olur. Daha sonra bu axırıncı üstünə baxsam 1, 3, 4, 5, 6 var, 2 yoxdur deyə bura 2-ni yazıram. Həmin sətrə baxsam, ikinci sətrə 1, 2, 4, 5, 6 var, 3 yoxdur, burada 3 yazmış oluram. 3-dən də 2 çıxanda həqiqətən 1-i vermiş olur. İkisində də 5 bölünsün qalıb. Həm sətirdə, həm üstündə heç bir problem yaratmadığına görə ikili dəyişiklik ola bilər. Yəni, həm bura 5 yazıb, bura 1 yaza bilərəm. Onda bura 1, bura 5 düşür. Həm də əksinə, bura 1, bura 5 yazıb, bura 5, bura 1 yaza bilərəm. Heç bir problem yaratmadığına görə, sual işarəsi soruşan yerdə bizdə onlar olmadığına görə problem yaratmır. İşte orada olsaydı onda onların ya cəmini soruşardı, ya hasilini soruşardı. Onda bir fərqi olmur. İndiki vəziyyətdə bu ikisi yerini dəyişə bilər. Bu ikisi də onda yerini dəyişməlidir və bizə bir maneə yaratmır. Bizə lazım olan sual işarəsindəki hissələrin, rəqəmlərin cəmini istəyirdi. 3 orada, 5 də burada. 3 ilə 5-in cəmsi 8-i verir. Cavabımız ikinci sualda C variantı. Gəldik üçüncü suala. Verilən açışa uyğun olan variantları seçin deyir. Baxaq, seçək. Birinci həmin dəqiqə səhv etməliydiniz. Niyə? Yəni, çıxmalıydınız. Çünki bizim şəklimizdə 2 dənə düzbucaqlı, 3 bucaqlı ibarət olan şəkil yoxdur. Yəni, birini bildim. Bəs bu biri hardan gəldi? Yoxdur. Ona görə bir səhvdir. 2-yə baxsaq, 2-də fikir verirsinizsə, bir dənə düzbucaqlı, 3 bucağımız var da bizim. Bu söhbət bundan gedir, bu üzdən gedir. Həmin üzə bu kvadratın perpendikulyar formada durduğunu görürəm. Yəni, sanki onu kəsirmiş kimi dayanır. Altdakı şəkili bundan düşünə bilməzsən. Niyə? Çünki fikir verirsə, bu yana dayanır, amma ikinci şəkildə bu perpendikulyar dayanmalıdır ona. Bu deyil. Bu deyil. Çünki ağ tərəfdən birləşib bizə qara 3 bucaq tərəfdən birləşən lazımdır. Bu heç deyil. Niyə? Çünki qarşı üzlərdir. Qarşı üzlər yığılmış kubda eyni anda görsənə bilməzdilər. Qalır bir dənə bu. Bunda qaydamız var ki, kəsib yapışdıra bilərik. Onu da kəsib bura yapışdırsam, olduğu kimi kəsib yapışdırıram və yenə də paralel formada dayanmış olur. Onu sanki kəsirmiş kimi dayanmır. 2 də bu şəklin yığılmış versiyası ola bilməz. 3 olar çox rahat şəkildə. Bax, bu gördüyünüz ağ üzü 2 dəfə 90 dərəcə fırlatmaqla gətirərəm bu üzün üzərinə. İndi baxın, ağ qaranın üstündə ağ, ağ qaranın üstündə ağ, sağında ağ qara, sağında ağ qara. Hər şey qaydasındadır. Yəni, göstərsəm, söhbət bax bu üçlüdən gedir. Göy rəngdən hüdudlanmış üsüyə baxsaz, həqiqətən də bunun tam görmüş olarsınız. Bir-birinə fikir verin, necə birləşiblər. Ağ qara qara ağ deyə, ağ qara qara ağ deyə. Qara tərəfdən ağ birləşib, həqiqətən burada qara tərəfdən ağ birləşib. Hər şey qaydasındadır 3 ilə bağlı. 3-ü götürdük, seçdik. 4-ə baxırıq, olarmı yoxsa olmazmı deyə. Deməli, bizə lazımdır nə? Qara və ağlı hissənin üzərində 3 bucaq olsun. Söhbət bu 3 bucağın üzərindən gedirsə, hamısını onun ətrafında baxacağıq. Olmaz birinci bu 3 bucağa yanaşmasına görə. Niyə? Çünki bizim şəklimizdə 90 dərəcəlik hissə sol tərəfdədir. Amma verilən şəkildə 90 dərəcə hissə sağ tərəfdədir. Yəni, aşağısı oxşar ola bilər. Bax, ağ, qara, dərs mənim eyni şeydir axı. Amma yuxarısındakı 3 bucağa fikir verin, eyni deyil axı. 3 bucaq əgər bizim əsas şəklimizdə bu formada olsaydı, onda ilkin bu iki versiyanı doğru götürmək olardı. Amma indiki vəziyyətdə bu həmin vəziyyətdən eyni deyil. Bu həmin formada birləşməyib, fikir verirsə perpendikulyar formadadır sanki. Bu qarşı üzü deyə əsla düşünə bilmərəm. Qalır bircə dənə bunu düşünmək. Yenə də olduğu kimi kəsib bura yapışdırsam, qara yüz burada. Buradan durub baxsaq bizə nə lazım idi? Bizə ağ tərəfdən birləşən üç bucaq lazım idi. Düzdür? Yoxdur ki, elə bir üç bucağımız. Yəni heç bir şəkil, söhbət bu və bundan gedir. 4 dənə şəklin heç biri 4-cü şəkildəki kimi
Bu düzbucaqlı üçbucağa birləşə bilmir deyə 4 də yanlış olmuş olur. Qalır bir dənə 5-i yoxlamaq. 5-ciyə də baxsaq, A-nın üstündə həmin hissəni görmək istəyirəm. Gəlin belə eləyək. Bax, bu şəkili kəsib buradan yapışdırıram olduğu kimi bura. Yəni çox fırladılma etməyək deyə. Həmin şəkil kəsib bura yapışdıran nə etmək lazım idi? Olduğu kimi kəsib yapışdırmaq lazım idi, düzdür? Gətirdik bura. İndi bir dəfə də ağı, yuxarıda gördüyünüz bu ağı 90 dərəcə fırlatsam, gələr hara? Gələr bunun üzərinə. Bunu görməyin. İndi tərsdən bax. Deməli, bizə nə lazım idi? Ağ üzün üzərində üçbucaq, sağında da bu hissə. Tərsdən baxanda ağ üzün üzərində ağlı qaralı üçbucağımız varmı? Var. İndi sən ekrana baxanda bura sənin sol tərəfindir. Amma tərsdən baxanda bura sənin sağındır. Bura sənin solundur. Tərsdən baxanda elə bir gedib buradan durub baxırsan. Oradan bəri baxanda həqiqətən də ağ üzün üzərində ağlı qaralı üçbucaq, sağında da ağlı qaralı düzbucaqlı var. Birləşməyinə fikir versəz, baxın, mövqeyin biləndən sonra münasibət də yoxlamaq lazımdır, düzdürmü? Münasibətə baxanda, bax, buradakı gördüyünüz qara üçbucaq tərəfdən birləşir. Elə 5-də də bu qara düzbucaqlı, qara üçbucaq tərəfdən birləşmişdir. Ağ üçbucaq tərəfdən birləşib, ağ üçbucaq tərəfdən birləşib, hər şey qaydasında olduğuna görə 5-i də götürürsən, olur cavabın 3-də, 3-lə 5. Gəldik 4-cü suala. Ardıcılıqlar mövzusuna aid bir sual görəndə, hələ ki, artan ardıcılıq görəndə mütləq eləməli olduğunuz məsələ nədir? Üzərində artımı yazmaq. Plus 1, plus 4, plus 9, plus 16. Məncə artıq görsəndir. 40-ın üstünə 25 gəlsən 65 eləyər. 65-in üstünə 36 gəlsən 101 eləyər. Yaxşı, bu 1, 4, 9, 16, 25, 36 nədir? Bunun üçün isə kvadratik ədədləri əzbər bilməlisən. Bu da 1-in, 2-nin, 3-ün, 4-ün, 5-in, 6-nın kvadratı. Növbəti isə mən nə gəlməliyəm? 7-nin kvadratını gəlməliyəm. 101-in üstünə 49 gələndə eləyir 150, yəni D variantı. Gəldik 5-ci suala. Diqqətli olun, 5-ci sual. K qrafiki ilə bağlı olan hissəni tapmaq o qədər də sizin üçün rahat olmaya bilərdi. Birinci yazır ki, x bərabər 13 olarsa, k y-də, yəni y k qrafikində y-in ala biləcəyi qiymət, yox, aldığı qiymət neçədir? Yəni onu m-lə ifadə edib və sonunda da cəmini istəyir bizdən. Gəlin baxaq. L qrafikindən işin yoxdur. Birinci baxsan nəyə? K qrafikinə. K qrafikini analiz edəndə nə görürsən? Onu kənara yazmalısan. K qrafikini analiz edəndə baxıram ki, K başlanğıc olaraq, bax, burada y xətti 3 qiymətidir, düzdür? 3-dən hara düşdü? 0-a düşdü. Deməli, deyirsən ki, y üzrə 3 azalanda, yenə deyirəm, baxın, nöqtə, başlanğıc nöqtə buradır. Oradan aşağıya doğru qrafik enir. Yəni 0 nöqtəsinə gəldi. Y 3 enəndə x-də nə baş verir? X-də də buradan baxırsan ki, 7-dən 9-a doğru artım baş verir. Burada olur 2 artım. Bax, bu formada ifadə edə bilərsin. Yəni, y 3 aşağı enəndə x 2 vahid yuxarı qalxmış olur. 2 vahid dediyim, yəni 7, 9-a qalxmış oldu. Bizə nəyə soruşur? X 13 olarsa deyir. X 13 olarsa, gətirib bura x 13 artarsa deyə bir ifadə yazmırsan. Niyə? Çünki x-in başlanğıc qiyməti 0-da deyil. Bax, buna diqqət eləmək lazımdır. X-in başlanğıc qiyməti K qrafikinə görə neçədə idi? 7-də. Məsələn, növbəti hissədə L qrafikinə baxacaqsan. L qrafikinə fikir ver, nə qədər x-in başlanğıc nöqtəsi 0-da başlayıb. Amma K qrafikində x-in başlanğıc qiyməti, çox da təkrar eləməyəcəm, 7-dir. Mənə x-in 13 olması lazımdırsa, 7-nin üzərinə neçə gəlməliyəm? 6 gəlməliyəm də, plus 6 gəlməliyəm ki, bu neçə gedib çıxsın? 13-ə gedib çıxsın. Deməli, bizə nə lazımdır? X-in 6 artımında y-in nə qədər düşməsini. Əgər 2-yə 3-dürsə, onda 6 olanda 6-ya da 9 nə etməlidir? Azalmalıdır. Hardan bildim? 2-dən 6-ya necə getdin? 3-ə vurmaqla. Üstdən də 3-ə vursan, 9-a o formada getmiş olursan. Yəni, 6 artım olanda y-də 9 azalma nə etməlidir? Olmalıdır. Hə, əsas məsələ burada qalır ki, müəllim, baxın, burada artıq K qrafiki 0-a dirəni, baxın, bu necə 9 azala bilər ki, davamı necə gətirəcək? Yəni, unutmayın ki, bu qrafikin mənfi hissəsi də var. Yəni, sən sadəcə bunun bir rübünü görmüş olursan, birinci rübünü, bunun aşağı ikinci rübü, üçüncü rübü, dördüncü rübü, bu hissələrdə düşünməyə bacarmalısan, görməlisən, çətinlik də elə ondan ibarət idi. Deməli, bizə nə lazımdır? X-in
6 vaid artımı. Yəni sanki qrafik buradan aşağıya doğru yenə davam eləyir. Baxın buradan bura qədər davam eləyir. Bu isə gəlib çatanda bax bu 13 qiymətini gördünüz aldı. X-in 13 qiymətini aldı. Y-in hansı qiymətində onu tapmaq üçün buradan nə etmək lazımdır? Sağa doğru çəkmək lazımdır. Bu hissədən də mən nə tapmışdım? Tapmışdım ki X 6 artanda Y nə edir? 9 azalır. Y-in 3 azalması burada, 6 vahid azalması da burada olmalıdır ki, yəni mənfi 6 nöqtəsi olmalıdır ki, bu ödənmiş olsun. Deməli, X 13 qiymətini alanda, diqqətlə baxın, X 13 qiymətini alanda Y hansı qiymət almış olur? Mənfi 6. Deməli, KY nəyə bərabərdir? Mənfi 6-ya. Bax, çətinlik bundan ibarət idi ki, sən o qrafikin mənfi tərəfini də düşünməlisən. Normal olaraq 7-dən 13-ə qədər artım gedəndə bizdən 9 vaid azalma istəyirdi. 3 burada azalma idi. 6 da burada azalma olanda gəlir hansı hissəyə? Mənfi 6-ya. İndi mən sənə sorsam ki, bax bu hissədən bura qədər olan məsafənin uzunluğu nə qədərdir? Sən deyirsən 9-da. Yəni nə olsun biri mənfi 6? Mənfi 6-dan 3-ü toplamayacaqsan ki, deyəsən mənfi 3-dür burada. Məsafə toplananda artıq bura 3, burada 6 kimi modulda. Məsafə modulda hesablandığına görə müsbət olacaq. Bura 3, burada 6. Bura həqiqətən nə qədər olmuş oldu? K qrafikində Y neynədir? 9 vaid azaldı. X ki, həmin vaxtı getdi, 13-ə çatmış oldu. Bax, belə. Təkrar eləmək istəmirəm. K grafikini başa düşmək üçün bu hissələri bilmək lazım idi, görmək lazım idi, düşünmək lazım idi deyək. L grafikində isə işimiz o qədər çətin deyil. Bunu silməyim, qalsın. Gələk L grafikinə. L grafikinə nə görürəm? L grafikinə 4-dən 7-yə 3 artım. Yəni Y-in 3 artımında X-in neçə artımı var? Bunlar bizi beynimizi qarışdıracaq. X-in 0 qiymətindən başlayıb düz 10-a qədər artımı görürəm. Deməli, X-da nə edir? 10 artmış olur. İndi bizdən nə soruşur? X bərabər 30 olarsa. Bayaqdan fikir verdinizsə, X bərabər 13 olanda birbaşa 13-ü yazmadım. Gördünüz, burada 6 yazdım. Niyə? Çünki X-in başlanğıc qiyməti 7 idi və 13-ə çatmaq üçün 6 artması lazım idi. Amma indiki qrafikimizdə söhbət L qrafikindən gedir. Həqiqətən X 0 nöqtəsindədir. 0-dan 30-a dediyinə görə elə birbaşa nə edirəm? 30 yazıram. X 30 artarsa, onda Y neçə artmış olar? Onu 30-a çatmaq üçün nə etmək lazımdır? 3-ə vurmaq lazımdır. Onda 3-ü 3-ə vursa nə edir? Bu da 9 artmalıdır. 9 artmalıdırsa, Y-in başlanğıc qiyməti neçədir? 4. 4-ün üzərinə 9 gəlirsən ki, bu getsin. Hansı qiymətə çatsın? 13 qiymətinə çatmış olsun. Deməli, bu qrafik bax buradan bu formada uzanır. Praktik şərti orada göstərə bilərəm. Bu qiymətdən də bu formada gəlsən, deməli, belə də düşünə bilərsiniz. Bax, 10 qiymətində bu oldu 7. 3 artdı da. Sonra 20 qiymətində olacaq 3 vaid artıb 10. 30 qiymətində yenə 3 vaid artıb olacaq 13. Çünki hər 10 artanda bu 3 artırdı. Bunu da yəni bir-birdə göstərə bilərsiniz. Bu formada da yəni qrafikə baxarıq da. 10 olanda 7 oldu, 20 olanda 10 oldu, 30 olanda isə 13 qiymətini ödəmiş olacaq. Yəni 9 vaid artmalıdır. Tapandan sonra başlanğıc qiymətin üzərinə gəlməlisən. 4-ün 9 gəldi, nədir? Neçə? 13. N-in də qiyməti oldu 13. M-in qiyməti mənfi 6, N-in qiyməti 13. 13 ilə mənfi 6-nı toplayanda müsbət 7-ni vermiş olur. Bu da olur 5-ci sualın izahı. Maraqlı və biraz da çətin ola bilər. Qrafik suallarından biri idi. Gəldik 6-cı suala. Akvarium 2026-cı ilin 1-ci çətin düşən sual tipindəndir. Qalan xəttlərlə sərhədlənmiş bloklara bölünüb. Hər bir blokun rənglənəcək xanaları həmin blokdakı suyun səviyyəsini göstərəcək. Xana yarımçıq rənglənə bilməz. Blokun eni boyu hər hansı bir sətir üzrə xanaların ya hamısı su ilə dolmalıdır, ya da hamısı boş olmalıdır. Blokda su ilə dolu sətirin altında boş sətir və sətirlər ola bilməz. Hər bir sütundan yuxarıda və hər bir sətirdən solda yazılmış ədədlər uyğun sütunda və sətirlərdəki su ilə dolu xanaların sayını göstərir. Yəni akvariumdur. Burada 3 yazıbsa demək sütun üzrə 3 dənəsi dolmalıdır. Bura 5 yazsa demək sütun üzrə 5 dənəsi xananın 5-i dolmalıdır. Burada 4 yazsa burada 4 dənə xana dolmalıdır. 5 yazsa 5-i dolmalıdır. Bunu ifadə edir. Sonra şərtdə deyirdi ki, məsələn, bura doludursa, buraya yazaq, elə D yazaq da, bura doludursa,
bura mütləq şəkildə dolu olmalıdır. Çünki aşağı hissə dolmamış, bu xana gəlib dola bilməz. Və yaxud da ki, yenə deyirəm, bu xana doludursa, onda 100% burada dolu olmalıdır, burada dolu olmalıdır, burada dolu olmalıdır ki, yəni su aşağıdan dola gəlir və xana yarımçıq dola bilməzdir. Yəni bunlar hamısı paralel şəkildə qalxır və hamısı dolmuş olur. Və yaxud da ki, bura doludursa, bura boş ola bilməz. Bura dolu, bura boş ola bilər, hə. Yəni bura su dolur. Burada dayansın deyirəm. Hə, bura niyə boş olmasın ki, ola bilər. Amma bura dolu, bura boş ola bilməz. Yəni ümumi şərt, ümumi qayda bundan ibarətdir. Yaxşı, hardan başlayaq? Biraz şəklə analiz eləmək lazımdır. O 5 dənə hərflər olan hissələrdən ki, diqqətlə baxsaq şəklin, bax bu hissəsinə. 5 dənəsi dolmalıdır. Bu sətrə fikir verin. Əgər mən buranı doludur desəm, onda gərək bunlardan 4 dənəsini dolu eləyəm də, düzdürmü? Niyə? Çünki bu sətirdə məndən 5 dənə xananın dolmasını istəyir. O 5 dənə xananın dolmasını istəyirsə, mən bir dənə buranı doldursam, 4-ünü də buradan doldurmağa çalışsam, səhvlik eləmiş olacam. Niyə? Çünki bura dolu olsa, əgər bax bu 4 dənə xana dolu olsa, bu xana dolmamış, bunlar dola bilməz. Çünki su dolmağa başlayanda bu xananın içərisinə, bu fiqurun içərisinə, bu altdan buralar dolur. Bu ikisi mütləq şəkildə dolu olmalıdır ki, yuxarılar dolu olsun. Hə, bu xana artıq boş qala bilməz. Avtomatik olaraq burada dolmalıdır, burada dolmalıdır, burada dolmalıdır ki, nə olsun? O 4 dənəsi dolmuş olsun. Hə, mən buranın da dolu deyəndə avtomatik olaraq bu sətirdə 6 dənəsi dolu olmuş olur. Bu mümkün deyil deyə başlanğıc hissəmiz bura olur. Deməli, bura nə olmalıdır? Bura boş olmalıdır. Ora boş olacaqsa, bu sətirdə də 5 dənə xana dolmalıdırsa, onda buraya yazıram dolu, 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 dolu və dolu. Bunlar işimiz bitdi. Yəni sətir üzrə 5 dənəsi doldu. Şərtə əsasən yuxarıdakı xanalar doludursa, söhbət eyni fiqurun içərisindən gedir. Onda 100% bunun aşağısı dolu olmalıdır. Çünki bura dolmamış, yuxarıya qalxa bilməz su. Buradan tapmış olduq. Eyni zamanda bura doludursa, aşağılar dolmamış, ora dolu ola bilməz. Ona görə 100% burada dolu yazırsan, burada dolu yazsan, burada dolu yazmış olsan. Misalımız buradan başladı və davamı çox rahat şəkildə gəlmiş olacaq. Bu sütuna baxın. Bu sütuna mənə deyir ki, 3 dənə xana dolmalıdır. Artıq 3 dənə xanam dolubsa, bura boş olmalıdır. Gəlin bunu yazaq. Boş olsun. Burada boş olsun. Bəlkə bunu fərqli rənglə yazaq. Qırmızılarla boşu yazaq. Dolularda göy rənglə yazarıq. Bura boş olmalıdır. Niyə? Çünki bu sətirdə 3 dənə doluya ehtiyacım var idi. Daha sonra bu sətrə baxın. Bu sətirdə 3 dənə dolu xana olmalıydı ki, mən üçünün də dolu olduğunu görürəm. Onda 100% burada boş olmalıdır, burada boş olmalıdır, burada boş olmalıdır. Bu şərti ödəmək üçün. Daha sonra hara baxa bilərik? Gəlin baxaq bu 2 dənə olan hissəyə. Fikir verirsiniz, bu sətirdə 2 dənə dolu xanam olmalıdır. 2 dənə dolu xana olmalıdırsa, onda bura boşdur, bura boşdur, bura boşdur, burada boşdur. Demək olar ki, bu fiqurun içərisindəkilərin hamısı boş oldu və bizə bir problem yaratmır. Burada boş olandan sonra baxaq hara. Bu 5 dənə olan sətrə fikir verin. Burada 5 dənə xana dolu olmalıdır. Mən o xanaların içərisində artıq boş olanını görürəm. 6 dənə xana var bir sətr üzrə. Biri boş yazmışam da bura. Ora boş yazmışamsa, onda yerdə qalanın hamısına dolu yazmalıyam. Bu da dolu, bu da, bu və bu da dolu olmalıdır ki, neynəsin? Həmin şərt ödənmiş olsun. 5 dənəsi ödənmiş olsun. Bu da getdi. Bunları ödəmişəm, bunu ödəmişəm, bunu ödəmişəm. Daha sonra burada fikir verin, bu sütun üzrə 4 dənə dolu xanamız olmalıdır, düzdür? 4 dənə dolu xananın hal-hazırda neçəsini görürəm? 1, 2, 3 dənəsini görürəm. 3 dənəsini görürəm, bircə dənəsi lazımdır da mənə həmin sətir üzrə. Gətirib bura dolu yaza bilərəmmi? Yox. Niyə? Çünki ora dolu yazsam, avtomatik burada dolu düşməlidir. Axı, alt dolmamış, yuxarı dola bilməz. Onda olur həmin sütunda 5 dənə dolu xana. Yəni 5 dənəsi lazım deyil. Onda mütləq şəkildə bilirəm ki, bura dolu yazmayacamsa, boş yazacam. Onda dolu isə bura yazmaq lazımdır. Hə, indi ödənir, baxın. Yəni aşağılar dolur, burada dayanır. Niyə dayanmasın ki? Yuxarısı dolu, aşağısı boş ola bilməz. Şərt mənə elə deyirdi. Onda 4 dənəsi ödəndi, qutardı getdi. Birinci sətrə baxın. Birinci sətirdə fikir versə, 4 dənə dolu xana olmalıdır. 4 dənə dolu xananın 2 dənə boş olan hissəsini görürəmsə, deməli, hamısı dolu olmalıdır. Bu da və bu da dolu olmalıdır ki,
o şərt ödənsin. Artıq yuxarıların dolu olduğunu görürəmsə, mütləq şəkildə aşağılar da dolu olmalıdır ki, o hissə tam ödənmiş olsun. Bu da doludur. 5 dənə dolu lazım deyilə. Burada dolu yazırsan, burada dolu yazırsan, dar gedir. İndi bu sətr üzrə 5 dənə dolu ödəndi. Sətr üzrə 4 dənə dolu ödəndi. Sütun üzrə 3 dənə dolu ödəndi. Fikir verin, 3 dolu, 3 dənə də boşdur. Sütun üzrə 5 dənə dolu olmalıdır ki, həqiqətən fikir verin, 5 dənə dolu ödəndi. Sütun üzrə 5 dənə dolu ödənib. 4 dənə dolu, bəli, ödənib. 4 dənə dolu, 3 orada, 1 orada ödənib. Hamısını ödədik, bitdi, getdi. İndi bizdən istəyir ki, uyğunluğu müəyyənləşdirək. 1-ə boşlar, 2-yə də dolular yazılmalıdır. Həmin hərflərə. Deməli, A doludur. Deməli, A doludur. Sonra B doludur, C boşdur. B doludur, C boşdur. D doludur, Y doludur. Yəni, hardan görürsünüz? Yəni, bu D-nin üstünə D yazmışam deyə dolu. Y-nin üstünə D yazmışam deyə dolu. Bunu nəzərdə tuturam. Deməli, D də doludur, Y də doludur. Bircə dənə boşumuz 4 dənə də dolumuz var. 1-ə C, 2-yə də A, B, D, Y ilə uyğun variantlar budur. A, B, C, hərəsini özü yazıb, düzdür. 1-ə C-dir, 2-yə də A, B, D, Y-dir. Diqqətli olun, indi burada A-ya, A, B-yə, B, C-yə, C, D-yə, D-yə, Y yazdığına görə o qədər də çətin yaşatmadı. Amma bəzən, məsələn, A-ya B yazsaydı, burada A görürsünüz, buna da A yazsaydı. Onu da gətirib yerləri mütləq şəkildə dəyişmək lazım idi. Yəni, bizə lazım olan bu balaca yerlərdə yazılan hərflər var, onlardır seçəcəyimiz variantda. Yəni, böyük hərflər olan görürsünüz burada? Yox. Deməli, kiçiklərdir. Zaten hamısı uyğundur deyə bir problem yaratmır bizim üçün. Cavabımız olur B variantı. Gəldik 7-ci suala. Verilmiş hansı iki sözün hərflərinin hər birindən yalnız bir dəfə istifadə etmək yeni söz yaratmaq olar? Ya da saxlayın, burada variantlardan gedəcəksiniz. 1 ilə 2-ni birləşdir. Geyim və Roma sözlərini birləşdirsən isə ala bilərsən. İndi normal olaraq geyim sözü var deyə biraz beyninizi qarışdıra bilər. Sən bu iki dənəsini birləşdirib bir dənə söz almalısan. Və hərflərin sayını artırıb və yaxud da ki, azalda bilməzsən. Geyimlə Roma sözlərini birləşdirib mən söz ala bilmirəm. 2 ilə 4 Romanın infikanı birləşdirib ala bilməzsən. 4 ilə 5 infikanı intifaniki birləşdirib söz ala bilməzsən. Amma 2 ilə 5-i birləşdirib ala bilərsən. Yəni, anagram mövzusunun bu formada versiyasıdır. İ, N, F, O, R, M, A, T, I, K, A. Yəni, bax, bu hərfləri birləşdirsəm, 2 ilə 5 informatika sözünü almış olaram. R, O, M, A, T, I, F, A, N, I, K. Sadəcə parçalayır anagram sualını və belə bir vəziyyət, situasiya görmüş olursunuz. Fərqli sual tipi deyil. Anagramın bu formada qarışdırılmış versiyasıdır. 2 ilə 5-i birləşdirəndə informatika sözünü almış oluram. 8. Aşağıda soldakı qrafikdə hərflərlə işarələnmiş xanalarda 1, 2, 4, 5, 6, 7, 8 ədədləri elə yazılmalıdır ki, həm yuxarıdan aşağıya, həm də sağdan sola doğru artan şəkildə olsun. Fikir verin, yuxarıdan aşağıya, sağdan sola. Normal olaraq sağdan sola belədir axı. Amma qrafik göstərəcək, mən sağdan sola bunu nəzərdə tuturam. Diqqətli olmaq lazımdır orada. Əgər D xanasına, bu nümunədir, 1, 3, 5, 6, 8 görürsünüz, yuxarıdan aşağıya artan, eləcə də sağdan sola doğru artan. Bunun dediyinə görə sağdan sola deyirəm, amma təbii ki, bu soldan sağa deməkdir. Yox, elə sağdan sola deməkdir. Sağdan sola, həm də sağdan sola, elə düz deyilmişdir. İkisi də sağdan sola, yuxarıdan aşağıya, mən də elə biləm, əksinə yazıb, düz yazıb, sağdan sola. Əgər D xanasına 5 yazılıbsa, gətir buraya yazıram 5. H xanasına yazılacaq ədədlərin cəmini tapın deyir. Bax, bura 5 yazıbsansa, 100% 8-i bilirəm ki, bura yazmalıyım. 8 zaten bura yazılsa, artan sıranı heç vaxt yarada bilməsən, 8-dən sonra azalma baş verdiyini görəcəksən. 8-i bura yazsan, yaxşı, bax, bura nə yazacaqsan ki, bura artan sıra ilə gəlsin belə. Buna görə 8-in yeri elə küncdür. Y-nin yeridir. Bura yazdın 8-i. Sonra qalıb 7 qiymət. 7-ni bura yaza bilərsən, yox. Axı, artan sıranı pozacaqsan, onda 7-ni gətirib bura yaz. Burada yaza bilməsən, çünki sonra artan sıranı tamamlaya bilməyəcəksən. 6 qalır. 6-nı bura yaza bilərsən, yox. Niyə? Çünki axı, artan sıra lazımdır sənə burada. 6-dan sonra 5 artan sıra deyil. Məcbur gətirib bura 6-nı yazmalısan ki, artan sıra pozulmasın. Burada yaza bilməsən, çünki yerdə qalan qiymətlər kiçik qiymətlərdir və 6 sonra azalıb sonra artma doğru gedəcək deyə olmaz. Bu formada 6, 7, 8 və 5-in qiymətləri müəyyənləşdirəndən sonra qalır nə? Digər qiymətləri yerləşdirmək. Digər qiymətləri isə müxtəlif versiyalarda ola bilər. Ona görə deyək ki, H xanasına yazılacaq ədədlərin cəmini tapın. 1, 2, 3, 4 qalmayıbdır. Bura 1, bura 2, bura 3 yazıb, H-a 4 də yazsan, yuxarıdan aşağıda
Sağdan sola da nə görürsən? Artan ardıcıllıq görürsən. Deməli, H aldı 4 qiymətini. Və yaxud da ki, burada 1, 2, 4 yazıram. Burada 3 yazıram. Demir ki, mütləq ardıcılı olsun. Yəni, artan sıra deyə də zaten ardıcıllıqla əlaqəsi yoxdur bunun. 4 yazdıq. İndi H-ın yerinə 3 düşdü. Yenə 3, 6, 7, 8, 1, 2, 4, 5, 8 yenə artan ardıcıllıqdır. Bəlkə bura 1, 3, 4 yazaq, bura 2 yazaq. Yenə 1, 3, 4, 5, 8 artan ardıcıllıq, 2, 6, 7, 8 artan ardıcıllıq. Deməli 2 də ödədi. Bəlkə 2, 3, 4 yazaq, bura 1 yazaq. Yenə ödəyir də 2, 3, 4, 5, 8 artan ardıcıllıqdır. 1, 6, 7, 8 yenə artan ardıcıllıq. Deməli 1 də, 2 də, 3 də, 4 də H ödəyir. Bunların cəmi isə bizə verir neçəni? 10. Cavabımız oldu nə? A variantı. Gəldik 9-cu suala. Maraqlı suallardan biri idi. Dairənin yaradılmasında istifadəsi mümkün olmayan fiqurları seçin deyir. Deməli, biz burada ikili birləşdirmələr eləsəydik daha məqsud uyğun olardı. Məsələn, nəyi birləşdirə bilərik? Diqqətlə baxsan görərsən ki, bax, bu 4-cü parçanı gətirib burada 7 ilə birləşdirə bilərsən. Baxın, burada 4-cü parçanı, balaca parçanı gətirdim, 7 ilə birləşdirdim. Artıq 4 7-nin yanındadır. Buna işimiz yoxdur. 1-in üzərinə yığmalı olsaq, yığası olsaq, bu 5-in üzərinə yığılar da, düzdür. Birinci şəkli görürsünüz bu formada yarım dairə. Gəlin o yarım dairəni çəkək, bax, bu hissəyə. Bu hissəyə çəkdim. Təbii ki, söhbət bu yarım dairədən gedir. Bu yarım dairəni, yəni biri götürdüm, çəkdim bu hissəyə. Bu xəttləri silim ki, daha rahat görəsiniz birinci parçanın ora ölçü baxımından da uyğun gəldiyini görmüş olursunuz. Daha sonra 8-ci parça var. O 8-ci parçanı da necə ki 4 ilə 7-ni birləşdirmişdik, eyni qayda ilə 2 ilə də 8-i birləşdirək. 2 ilə 8-i. Deməli, bu formada da 2 ilə 8-i birləşdirmiş olduq. Düzdür? 8-ci parçanı götürdüm. Bu hissəsindən gətirib bu formada 8-ə yerləşdirmiş olduq. Onu formada ora yerləşdirəndən sonra gəlin onu yerləşdirək hara? O hissənin işimi yoxdur ki, 7-ni bax bura yerləşdirə bilərik. 7-ni bu formada yerləşdirdim bura. Bu parçamız olsun bizdən neçə? 7. Çünki ikinci parça ora getməz. Çünki böyükdür, görsənir ölçü məsələsi. Amma 7 ora gedər. Yəni fakt 7-nin ölçüsündə olan bir hissədir. 7-ni də gətirdik bura. 4 ilə bərabər gəlmişdi artıq. 4-ü yazmıram ora. Qalır bir dənə bu hissəni tamamlamaq. Ondakı gördüyünüz o 8-ci parça ilə, 8-ci hissə ilə nə etmiş olacaq? Dairəni tamamlamış olacaq. Bu parça da həqiqətən böyük bir parçadır və 8-ci ikinci parçanı bura yazsaq, qutardı getdi. Dairənin yaranmasında hansılardan istifadə eləmədik? 3 və 6-dan. Cavabımız olur. A bəndi 3 ilə 6. 700 müzafirə atmamaq şərtinə verilmiş şəkildə form modeli yığmaq lazım ki, qonşu müzafirənin ümumi təpə nöqtələri ədədlər eyni olsun. Bu təpə nöqtələrinə uyğun olaraq x, y, z yazmaq lazımdır. X bura, y bura, z bura. Amma nə bildiniz x, y, z yazırıq? Fərqi yoxdur. Ürəyin istədiyi hərfləri yaza bilərsən. Ürəyin istədiyi formada yaza bilərsən. Yəni, x, y, z belə yazmırsan, y, x, z yaz. Nə bilim, x, y, bura, z yaz. Fərqi yoxdur. Necə istəsən yaza bilərsən, onun heç bir fərqi yoxdur. Təpə nöqtəsi, yəni bura x yazıram, bura y yazıram, bura z yazıram. Qonşu nöqtələr eyni olduğuna görə davamında bundan gətirirəm. Yəni, y var, z var, bu üç bucaqda nə çatmır? X çatmır da. Onda 100% gətirib bura nə yazıram? Bu təpə nöqtəsində x yazıram. Burada y var, x var, burada nə çatmır? Z çatmır. Ona gətirib bura z yazıram. Z var, x var, y yoxdur deyə bura y yazıram. Daha sonra o z var, x var, bu hissədə y lazımdır ki, tamamlanmış olsun. Bura y yazıram. Burada z, burada y varsa bu küncə x qalır. Burada x, y varsa o birisi küncə nə qalır? Z qalmış olur. Bu ümumi adlandırmadır. Yəni bir belə də yaza bilərsən. Bura z, bura z, bura z. Həm bura y, bura y, bura y, bura x, bura x, bura x. Ehtiyac yoxdur. Yəni təpə nöqtələrinə bir dənə hərflə yazmağımız kifayət edir. İndi mən nə görürəm? Görürəm ki, 4 dənə bu formada 13 bucaqların ikisi eynidir. 1, 2, 3 və 1, 2, 3 formasında. Tez eyni olan 3 bucaqları axtarıram, tapıram. Baxın, x, y, z. X, y, z. Bax, bu 2-3 bucağa diqqətlə fikir verin. Eyni mövqedə, eyni mövqedə desən, yəni eyni formalı x, z, y düzülüşünə malikdir. X, z, y düzülüşünə malikdir. İkisi də eyni düzülüşə malik olduğuna görə 100% bilirəm ki, 1 burada, 2 burada, 3 buradadır.
1 burada, 2 burada, 3 burada. Eləməyə də lazım idi ki, x-in, y-in, z-in qiymətini tapım. Harda y varsa 3, elə burada 3 yazılıb. Harda z varsa 1, burada yazırıq 1. Harda x varsa orada 2 yazmaq lazımdır. Qutardı getdi. Bu da oldu bizim misalımızın həlli. Deyərsiz, amma A, B, C, D-ni istəyir. A, B, C, D. A hərfi nəyin yanındadır? Z-in. Z neçədir? 1. Deməli, A 1-dir. B hərfi nəyin yanındadır? Y təpəsindədir. Y neçədir? 3. Buraya yazırsan 3. C hardadır? C x-in yanındadır. X-in qiyməti 2 idi. D z-in yanındadır. Z-in qiyməti isə 1 idi. 1, 3, 2, 1. Cavabımız var. Hansı variant? B variantı. 10-cu sualda. Gəldik 11-ci suala. Qanun uyğunluğunu müəyyən edin deyir və qrafiklərlə bunu göstərmək lazımdır. Əgər təpə nöqtələrlə bağlı bir fiqur verirsə, onda saylarını yazmaq lazım idi. Bu 8-dir. Burada 3-dür. Burada, daha doğrusu burada 4 təpə nöqtəsi var. Bunun 3 dənə təpə nöqtəsi var. Bunun 12 güşəli olduğunu görürsən, saya bilərsən. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, bəli, 12-dir. Bu da 12-dir. Eyni fiqurlarda 12, 12 yaza bilərik. Bu 6 təpə nöqtəsi var. Bunun 4. Bunun 4, bunun 5, bunun 3, bunun da 5 təpə nöqtəsi var. Bunu yazandan sonra bir qrafik verir. Qrafiklərin hamısına bir göz gəzdirmək lazım ki, 1 ilə başlayır. Deməli, buradan elə bir ifadə eləməlisən ki, misal yaratmalısan ki, onun həlli 1 olsun. Onda nə edərəm? Bu 4 ilə 3-ü toplayaram, 8-dən çıxaram. Neçə eləyir? 1. Deməli, birinci qrafikdə 1 aldıq. Eyni şeyi təkrarlarsam, 12-dən çıxaram nə? 6 ilə 4-ün cəmini. Bura neçə eləyər? 2. Eyni şey yenə hamısında yoxlamalısan. Çünki birində nəsə, hamısında da odur. 4 ilə 5-in cəmi 9, 12-dən 9 çıxanda neçə eləyir? 3. 3 ilə 5-in cəmi 8, 12-dən 8 çıxanda 4. Deməli, birinci şəkildə 1, 2-də 2, 3-də 3, 4-də də 4. Bu qrafik uyğunu hansı variantdır? C. 1-də 1, 2-də 2, 3-də 3, 4-də 4. Dardı getdi. Birinci olaraq ağla gəlmir hansı əməli yerinə yetirək. Qrafika baxmaq lazımdır. Əksər bu tipli suallarda birinci qiymət hamısında eyni olur. Eyni olmasa ən azından üçündə eyni olur, ikisində başqa cür olur və həmin qiymətlərə baxıb hərəkətə başlayacaq. Mən də baxdım ki, birincisinin hamısı bir qiymət alıb. Düşündüm ki, bu 8, 4, 3-dən biri necə alaram? 4-dən toplayıb 8-dən çıxaram. Birində hansı üsuldursa, digərlərində də həmin üsuldur. Sual işarəsinin yerinə uyğun gələn ədədi seçin deyir. 2, 9. Bilirdik ki, operatorun solu soluna, sağı da sağına bərabərdir. Düzdür? Operatorun solu 2-dir. Onda A çıxılsın 2, B bərabərdir 2 deyirəm. Eyni zamanda sağı da sağına bərabərdir. 2A plus B bərabər nəyə? 9-a. Bu hissədən, bax buradan, yuxarıdan, A-nın nəyə bərabər olduğunu tapa bilərəm. A bərabərdir nəyə? 2 üzərinə gəlsin 2B-yə. Həmin hissə qiyməti gətirib burada A-nın yerinə yazsam, bir dəyişəni tənliyə alaram. Onlar nə? 2 vurulsun, 2 üstə gələk 2B, A-nın yerinə qiymətini yazdım sadəcə, başqa işini eləmədim. Üzərinə gəlsin B bərabərdir 9-a. Buradan olur 4 üstə gələk 4B üstə gələk B bərabər 9-a. 5B bərabərdir 5-ə. B də bərabər nəyə? 1-ə. B oldu 1. Bunu gətirib bura 1 yazıram. B 1 olandan sonra 2 dəfə 1-in 2, üstəndə 2 gələndə 4. A da bərabər olur nəyə? 4-ə. A da oldu 4. 4-də 1 üstə gələk 4. 4-də 1-in üstünə 4 gələndə eləyir 4 tam 4-də 1. Bu da düzgün olmayan kəsəc çevirəndə 4-də neçə eləyir? 4-də 4-ün 16, üstəndə 1 gələndə 17. 4-də 17. Deməli, bu hissədən aldıq neçə? 4-də 17. Üzərinə gəlsin, digəri daha rahat görmək mümkün olur. Rombun solu 8, solu S kubu. S kubu 8-ə bərabərsə, S nəyə bərabərdir? 2-yə. S-nin qiyməti oldu 2. S-nin qiyməti oldu 2. S 2-dirsə, onda sağ da sağa bərabərdir, düzdür? Burada 4 var, burada 2D çıxılsın 2 var. 2D çıxılsın 2 bərabər 4-dürsə, D-də bərabər nəyə? 3-ə. D-də bərabərdir 3-ə. 2 üstə 3 nəsə verir? 5. Buradan da aldıq 5. Bizə lazımdır nəyə hesaplamaq? 4-də 17 ilə 5. O da eləyir neçə? Ortaq mərası 4 elə. 4-də 17 üstə gələk 20 eləyir. O da 4-də 37-yə bərabər deməkdir. 12-ci sualın cavabı oldu. B bəndi. Getdik 13-cü suala. İşə düzəltmə agentliyində 5 adamın sənədləri, şəkil və rəy ayrı-ayrı qovların içərisində masanın üstünə qoyulmuşdur. Deməli, adlar var, şəkil var, bir də rəy var. Belə bir sadə cədvəl çəkmiş olaq. 4,
5 nəfərdilər deyəsən. Deməli, nə deyir bizə? Deyir ki, onların adları D, K, R, M və O qovluqların üstündə yazılmışdılar. Yaxşı. Gənc şahid Bəzatov bu qovluqları əlinə yerə salı sənədlər dağıtdı. Nəysə, o sənədləri yığışdırarkən tərsindən onları qarşı saldı. Nəticədə bir qovluq istisna olmaqla bütün qovluqlarda şəkillər və rəylər dəyişik düşdülər. Qovluq birinin adına getdi, şəkil ikinci adamın, rəy də üçüncünün. Yəni, birindən başqa heç birində ad, şəkil, rəy üst-üstə düşməməlidir. Baxın, şərtdə yazır. Qovluq birinin adına, şəkil ikinci adamın adına, rəy də üçüncü adamın adına. Yəni, bir dənəsi eyni olacaq, digər 4 dənəsində bu təkrara yol vermək olmaz. Belə ki, K-nın qovluğuna şəkil düşən adamın rəyi, deməli yazıram bura, K-nın qovluğuna, bilmirəm axı kimi şəkildə, ona görə bir dənə nöqtə qoyuram. K-nın qovluğuna şəkil düşən adamın rəyi M-in qovluğuna düşdü. M-in qovluğuna da, bax, bura yazıram belə. Bax, cümləni oxuyub bu formada yerləşdirmə eləməkdir. K-nın qovluğuna şəkil düşən adamın rəyi, K-nın qovluğuna, bu adı da qovluğuna şəkil düşmüşdü. Həmin adamın rəyi, deyir, həmin adamın rəyi M-in qovluğuna düşdü. Onu burada rəy olan hissədə yazdım nöqtəni ki, bura kim yazılsa, burada o yazılmalıdır ki, həmin şəkil K-ya düşüb, onun da rəyi M-ə düşmüş olsun. Bu cümlədən çıxan nəticə budur. Sonra yazır ki, M-in şəkli isə o adamın qovluğuna düşdü ki, nə bilim, M-in şəkli dediyinə görə bura yazıram M, M-in şəkli o adamın qovluğuna düşdü ki, həmin adamın qovluğunda həm də K-nın rəyi var. K-nın rəyi var. Bura kim yazılacaq? Bilmirəm. Amma ora kim yazılacaqsa, həmin adamın qovluğuna M-in şəkli, K-nın da rəyi düşübdür. Bunu da yazmış olduq. Sonra yazır ki, R-in rəyi onun qovluğuna düşmüşdü. Deməli, R-in rəyi O-nun qovluğuna düşmüş deyə burada onu yazıram. Ancaq D-də şəkil, rəy və qovluq bir-birinə uyğun gəlirdi. Deməli, D. Zaten əvvəldə yazmışdıq ki, nəticədə bir qovluq istisna. Deməli, D qovluğundan işinin yoxdur sənin. Digərlərini yazmalısın. Adlar hissəsinə baxsan, bu sənin ümumi qrafikin idi, qurmalı olduğun. Adlar hissəsinə baxanda nə görürsən? Görürsən K, M, O, D var, R yoxdur. Deməli, bura nə yazılmalıdır? Kim yazılmalıdır? R yazılmalıdır. R yazdıq. Daha sonra diqqətlə baxaq, bu hissəyə görə kimi yaza bilərik? Mən rəy hissəsində K, R, D-ni görürəm, qalıb kim? Oynan M. Bura M yaza bilmərəm. Niyə? Onda M-in özünə öz rəyi düşmüş olur. Bu isə mümkün deyildi. Niyə? Şərtdə deyir ki, biri istisna, qalan hamısında nə olurdu? Qovluq birinin adına olurdu, şəkil ikinci adamın adına olurdu, rəy də üçüncü adamın adına. Yəni, hamısı fərqli olmalıdır. Ya bura M yazmalıyım, ya O. M yaza bilmədiyimə görə buradakı M-ə, onda 100% bura kim yazılır? O yazılır. Bu iki nöqtələrdə eyni adam yazılmalıdır, ikisinə də onu yazdım. Rəylərdə O, K, R, D gedib, M qalıb deyə bura M yazıram. Şəkillərdən O, M-də gedib, nə qalıb? R-lə K qalıb. R-i bura yazsam, onda O-nun qovluğunda R-in şəkli, R-in rəyi olur. Axı dedi ki, ad birinin adına olmalıdır, şəkil birinin adına olmalıdır, rəy də birinin adına. O məntiqə görə, o qaydaya görə bura R-i yazıram. Burada K-nı yazmış ora. Bitdi. İndi fikir versəz, K-da O, M var, M-də R, O var, R-də M, K var, O-da K, R var. D-də də heç nə dəyişməmişdi verilən şərtə görə. Bizdən soruşur ki, kimin şəkli M-in qovluğuna düşmüşdü? Kimin şəkli M-in qovluğuna düşmüşdü? R-in şəkli. Burada R-in şəkli cavabımız oruna C variantı. Aşağıdakı diaqramda bir şəhərdə istifadə edilən elektrik enerjisinin sərf olunması əlavə olunan payları göstərilibdir. Küçə lampaları üçün istifadə edilən enerji ümumi enerjinin hansı hissəsini təşkil edir? Diaqram gördüyünüzsə dərəcə ilə bağlı aşağıda mütləq yazılmalıdır 360 dərəcə. Çünki bütöv 360 dərəcədir. Bizdən küçə lampaları olan hissəni istəyir deyə ümumi 360 dərəcədən çıxacaqsan nəyi? 250 dərəcə, üzərinə gəlsin 20 dərəcə, üzərinə gəlsin 84. Bu hissələri cəmləyib 360-dan çıxsaq, küçə lampalarına düşən dərəcəni tapmış olar. 250, 104, 354, 360-dan 354 çıxan eləyir neçə? 6. Burada da olur 360. 360-da 6 küçə lampalarına düşən hissədir. Bu da eləyir 6 ixtisar gedəndə neçə? 60-da 1. Cavabımız orada C variantı. Çətin bir sual deyildi. Və sonuncu 15-ci sualda isə şəkil tamamlılıqla bağlıdır. Bunun mərkəz nöqtəsini qeyd edirik. Mərkəz nöqtəsi buradır. Və sizin üçün daha rahat görən hissələr nədirsə, həmişə oradan baxırsınız. Və nöqtənin yuxarısı, aşağısı, sağı, soluna ilk öncə baxmalı olduğunuz hissələr, əvvəlcə baxmalı olduğunuz hissələrdir. Niyə ora baxmaq lazımdır? Çünki daha rahat görürsən onu. Məsələn, nöqtədən yuxarıya bir düz xətt görürsən. Bunun məntiqi nədir? Bu iki şəkil birləşir, bir vahid şəkil əmələ gətirir. O vahid şəklin müəyyən bir parçasını verir və davamını səndən tamamlamağını istəyir.
Yadda saxlayırsınız. Burada verilən parçaların heç biri harda? Bərabərlikdən sağda verilən. Bərabərlikdən sağda verilən parçaların heç biri cavab variantında təkrarlana bilməz. Qəti şəkildə bunu yadda saxlayırsınız. Mən nöqtənin yuxarısında bir düz xətti görürəm, düzdür? Əsas şəklimizdə var. Tamamlamalı olduğumuz hissədə o xətti özü çəkib. Yəni kompüter bu xətti çəkibsə, mənim seçəcəyim variantda o xətt olmamalıdır. Amma fikir verirəm ki, D bəndində o xətti təzədən çəkib. Dedik axı, bərabərliyin sağ tərəfində verilən parçaların heç biri variantlarda olmamalıdır deyə D bəndi yanlışdır. Və yaxud da ki, sol tərəfə gedən xəttə baxın. Nöqtədən sola balaca bir xətt, bir də o xəttin davamında belə bir xətt var. Yəni bu ikisini birləşdirsən, bütöv bir xətt alınır. Tamamlamalı olduğumuz hissəyə gələndə görürəm ki, bura bomboşdur. Yəni mən çəkməliyəm bunun variantı, bütöv düz xəttdir. Amma fikir verin, C bəndində bu hissəni yarımçıq saxlamışdı. C bəndi ona görə çıxıram. Daha sonra aşağı xəttə baxaq. Görürsünüz, ancaq nöqtənin aşağısına, yuxarısına, sağına, soluna baxıram. Başqa yerə baxmıram. Deməli, nöqtədən aşağıya bir düz xətt əsas şəklimizdə var. Tamamlamalı olduğumuz hissədə nöqtədən aşağıya bir düz xətt yoxdur. Yəni bütövlükdə mən çəkməliyəm götürəcəyim variantda. A bəndində boş saxladığına görə yanlışdır. Cavablar ya B bəndi, ya da Y bəndi. Sağa gedən xəttə baxmamışıq. Sağa da gedənə baxsaq, cavabımızı tapmış oluruq. Nöqtənin 4 tərəfinə görə variantımız çıxır ortaya. Çıxmasaydı, dairəvi olan digər xəttlərə baxmış olacaqdıq. Nöqtədən sağa doğru bütöv bir xəttimiz var. Tamamlamalı olduğumuz hissədə isə o bütöv xəttin hamısını görürəm. Yəni mənim nəsə əlavə xətt çəkməyə ehtiyacım yoxdur. Burada əlavə bir xətti gördüyümə görə deyirəm səhvdir. Cavabımız olur hansı variant? B variantı. Bax belə. Bu da 15 dənə sualın izahı. Növbəti izahlarda görüşmək ümidi ilə özünüzə yaxşı baxın. Sağ olun. Hələlik.